Rəbb hər birinizə xeyir dua versin. Qoy bugünkü gün, bundan sonra gələn hər bir gün sizin həyatınızda Rəbbin bir ehtişamı ilə, Rəbbin ruhu ilə, Rəbbin məhəbbəti ilə, Rəbbin sizi toxunuşu ilə başlasın və bitsin. Qoy hər gecə başınızı yastığa qoyduqda deyə biləsiniz ki, ya Rəbbim, bu gün üçün sənə minnətdaram. Bugünkü gündə mən sənin üçün nələrsə eləyə bildim deyənə sənə minnətdaram. Sənin mənim içində olan məhəbbətini kiməsə göstərə bildiyim üçün sənə minnətdaram. Həqiqətən də onun qarşısında oynayaq, ona səcdə qılaq, ona minnətdarlığımızı bildirək ki, biz bugün burada varıq. Biz bugün onu tanıyırıq. Heç nəyimiz olmasa belə Rəbbimiz vardır. İnanın, bu boyutda böyük bir dünyada o qədər insanlar var, cəhənnəm oduna gedirlər, özləri seçərək bu yolu gedirlər. Səhv yolu tutub gedirlər. Amma biz Rəbbin o varlığını bilirik, Rəbbin gözəlliyini bilirik, biz Rəbbin məhəbbətini dadırıq. Bundan gözəl həqiqətən də heç bir şey ola bilməz. Ya Rəbbim, bugünkü günə minnətdaram ya Rəbbim. Bugün bizi oyandırdığın üçün minnətdaram. Bizim üzərimizdə günəş çıxdığı üçün minnətdaram. Bizim üzərimizdə göy qurşağı olduğu üçün minnətdaram ya Rəbbim. Ayağımızın altında yer olduğu üçün minnətdaram ya Rəbbim. Ayaq üstə dura bilirik. Əllərimiz tutur, gözlərimiz görür. Buna görə minnətdaram ya Rəbbim. Sənə o qədər minnətdaram ki, hər birinin dilinə görə, hər birinin ürəyinə görə dua eləyən, sənə səcdə qılan, sənə izzət verən hər bir dilə görə minnətdaram ya Rəbbim. Öz məhəbbətinlə bizim həyatımızı doldur. Öz məhəbbətinlə bizim həyatımızın hər bir anını doldur ki, biz də o məhəbbəti özgələrinə ötürə bilək. Biz də sənin məhəbbətini özgələrinə ötürə bilək ki, ya Rəbbim. Necə ki, biz sənin məhəbbətində məhz olduqsa, onlar da eynən bizdə səni gördükdə sənə məhz olsunlar, ya Rəbbim. Biz qoy görsənməz olaq, amma bizim içimizdə olan o müqəddəs ruh danırsın. Bizim içimizdə olan o müqəddəs ruhun kəlamı danışsın, məhəbbəti danışsın, o izzəti danışsın ki, qoy hər kəs düz olmayan bir yerdən dönüb, düzgün bir yola yönələ bilsinlər, ya Rəbbim. İşə gedənlərə xeyir dualandır ki, ya Rəbbim, güc ver onlara, müdriklik ver onlara. Hər bir çətinlikdə, hər bir vəziyyətdə sənə layiq olaraq çıxa bilsinlər. Ya Rəbbim, sənə o qədər minnətdaram ki, bugünkü günə görə. Sənə minnətdaram ki, biz səni tanımışıq, biz sənin səltənətində yaşayırıq, biz sənin evindəyik, biz sənin dirilər kitabında, ya Rəbbim, bizim adımız yazılıb. Minnətdaram sənə, Ata Tanrı. Haleluya, ya Rəbbim, qoy sənin izzətin, qoy sənin xeyir duaların hər bir evində, hər birimizin evində bərqərar olsun. Qoy sənin, ya Rəbbim, ehtişamın hər birimizin üzərində bərqərar olsun. Qoy bizim hər bir danışığımız, hər bir hərəkətimiz səni izzətləndirsin, səni ucalsın, sənin adını ucalardan uca eləsin. Sənə hər şey üçün minnətdaram, ya Rəbbim. Budur, biz bugün gəlmişik sənin qarşına. Bizi harada görmək istəyirsənsə, bizim vasitəmizlə kimə əl tutmaq istəyirsənsə, kimə xoş söz demək istəyirsənsə, ya Rəbbim, bir saxsı qab olaraq biz sənin qarşına gəlirik və səndən istəyib diləyirik ki, bizi, ya Rəbbim, istifadə elə və məhz o lazım məqamda bizə müdriklik ver ki, biz orada düzgün özümüzü apara bilək, düzgün söz deyə bilək, düzgün səni izah eləyə bilək, düzgün sənin məhəbbətini orada ifadə eləyə bilək. Sənə hər şey üçün minnətdaram, ya Rəbbim. Şükürlər olsun ki, sən bizdə varsan, sən mənim atamsan, sən mənim hər şeyimsən, sığınacaq qalamsan, minnətdaram, sipərimsən, başımın üzərində səni ucalardan uca tuturam, ya Rəbbim. Bu yer üzündə səndən başqa heç nəyə ehtiyacımız yoxdur. Bu yer üzündə, ya Rəbbim, sənin məhəbbətindən, sənin əlimizdən tutmağından, bizə sığal çəkməyimizdən başqa heç nəyə ehtiyacımız yoxdur. Sən bizim ehtiyaclarımı bilən atasan, ya Rəbbim, və hər bir ehtiyacımızı lazım olduqca ödəyirsən, ya Rəbbim, hər zaman belədir. Heç vaxtı bizim əlimizdən buraxmadın, heç vaxtı bizi aç, susuz qoymadın. Hər zaman bir ata öz evladına nəvaziş göstərdiyin kimi bizim üzərimizdə nəvazişin oldu.
Minnətdaram sənə Ata Tanrı. Halleluya ya Rəbbim. Halleluya ya Rəbbim. Sən ən böyük izzətlərə layiqsən. Sən ən böyük alqışlara layiqsən ya Rəbbim. Məktəbə gedənlərin üzərində əlin olsun ya Rəbbim. Sənin ruhun hər zaman balalarımızın üzərindədir. Yolda olanlarımızın üzərindədir, evdə olanların üzərindədir ya Rəbbim. Bunun üçün sənə o qədər minnətdaram ki, sən məhz mənə görə bütün mənim nəsil nəcabətimin üzərində ya Rəbbim bir qartal öz qanadlarını kölgəsi altında saxladığı kimi sən də o cürlə bizim yaxınlarımızı, əzizlərimizi, ev əhalimizi ya Rəbbim qanadların altında saxlayırsan. Bunun üçün sənə minnətdaram ya Rəbbim. Şükürlər olsun sənin varlığına. Şükürlər olsun ki, sən məhz mənim atamsan. Səni çox sevirik ya Rəbbim.